Lavə xeyri olaraq bugün bizim növbəti ödənişsiz vebinarımız keçiriləcəkdir. Vebinarımızın mövzusu autizm və nitq mövzusudur. Təlimçimiz isə defektoloq və loqoped xanım Hüseynova olacaqdır. Hər birinizə uğurlu vebinarlar arzu edirəm. Başlaya bilərik. Salam dostlar, axşamınız xeyir, necəsiz? Hər birinizi xoş gördük. Qatıldığınız üçün də təşəkkür edirəm və özümü təqdim edirəm. Mən xanım Ana Hüseynova, defektoloq loqoped, ixtisasca hal-hazırda Oikos İnkişaf Mərkəzində çalışıram. Artıq 5 ildir ki, Oikos İnkişaf Mərkəzində çalışıram. Azərbaycan Dövlət Pedaqoji Kollecinin təhsil təlim ixtisasının məzunuyam, danışamadım dostlar. Yəni yollar o qədər yorucudur ki, inanırsınız qaça-qaça evə çatmışam ki, təlimin saatına gəlib çata bilim. Artıq 5 ildir ki, bu sahədə təcrübəm var və tək belə desək, kollecə ümumilik təhsillə yetinməmişəm. Eyni zamanda bir sıra təlimlərdə həm iştirakçı, həm də spiker qismində iştirak etmişəm. Bunlardan ən çox yadda qalanlar assistentlik proqramı, təbii ki, Şəhla Abdullayevanın loqopediya kurslarıdır. Esma Qafarevanın və Şəhla Abdullayevanın Denis Bekem təlimidir, Flortan 101 təlimidir. Daha sonra Yunat Kərimovun bir sıra təlimləridir. Belə dostlar, istəmirəm uzun-uzun danışım, yorum sizi bu sahədə. Daha yaxşı olar ki, siz mənim Instagramıma girib baxardınız. Orada bütün sertifikatlarım və təhsilim haqqında məlumat var. Əslində qalsa dostlar, bugün sizin üçün çox qəşəng bir slayd hazırlamışdım. Sadəcə texniki bəzi problemlərdən slaydı göstərə bilmirəm, amma özüm arxada baxacağam. İstəyərdim ki, amma kaş ki, bu slaydı sizdən də paylaşa biləm, amma təəssüflər olsun ki, paylaşa bilmirəm. Eybi yoxdur. Mən hər bir təlimdə mütləq şəkildə özüm üçün bir slayd hazırlayıram. Çünki danışdıqca insan əsas mövzudan uzaqlaşır və istər-istəməz mövzunu məğz edir. Ona görə slayd olanda daha rahat olur. Yəni bir mövzu ətrafında danışa bilirik. Amma istəyirəm ki, bu təlim ancaq mənim danışmağımla keçməsin, qarşılıqlı bir ünsiyyət quraq. İlk növbədə mən auditoriyanı tanımaq istəyirəm. Bu gün bizlərlə kim loqoped olaraq iştirak edir? Loqopedlər zəhmət olmasa çata plus atın, hər birinizi görün və ya biz burada deyəsən əl qaldırmaq, nəsə belə şeylər mümkündür. Aha, loqopedlər göstərin özünüzü dostlar. Maşallah, nə qədər loqopedimiz var imiş. Əla, nə gözəl. Aha, tələbələrimiz də var. Əla, nə gözəl. Bəs psixoloqlar var dostlar. Onlar da 5 yazsın qarışmasın da bir-birinə. Görək psixoloqlarımız var. Bir dənə psixopedaqoqumuz var, gördüm. Aha. Əla. Psixoloqumuz da var imiş. Təhsildə sosial psixoloji xidmət 2-ci kurs. Əla. Əla. Loqopedlərimiz var, psixoloqlarımız var. Nə gözəl dostlar. Başqa tərbiyə müəllimi, loqoped, başqa sahələrdən olanlar varmı? Onlar da yazsın. Valideyn olan varmı heç aramızda, yəni? Üzrə təhsil almışam, eyni zamanda loqopediya kursunu bitirmişəm. Əla, nə gözəl. Baxın dostlar, mən bu sahəyə çox maraqlıyam, inklüziv təhsilə. Baxın, ailə və ev təhsili olsun, istər belə desək də, korreksiyacı təlim heç konkret bir sahədir. Amma mən inklüziv təhsilin sonda məzun olanların necə bir sahədə çalışdıqlarını bilmirəm. Yəni sizə necə bir iş sahəsi yaradılır? Hansı sahələrdə, hansı sferalarda çalışırsınız? Baxın, bunu bilmirəm və mənə çox maraqlıdır. Məktəblər, müəllimə. Əla. Belə dostlar, demək olar ki, əksəriyyətinizi tanıdıq. Şad oldum sizin tanımağınıza. Mən də özümü təqdim elədim. Gəlin keçək mövzumuza. Autizm və nitq və ya autizmdə loqopedik yanaşma. Belə desək də, sosial media və mobilqraf təlimçisi. Aha, bax sizin sahəniz mənə çox maraqlıdır. Ola bilər ki, sizinlə əlaqə saxlayım ya da siz mənlə əlaqə saxlasanız Instagramın üzərində çox sevinərəm. Çünki uzun müddətdir bu sahəyə marağım var və bu sahədə belə desək də təlimlər almaq istəyirdim. Sizlə tanış olmağıma çox şad oldum. Dostlar, belə, mən qaçırmadan slayda baxım, həm də sizinlə danışa-danışa slayd üzərindən gedək. Autizm və nitq və autizmdə loqopedik yanaşma. Bu mövzu son zamanların ən aktual mövzusudur. Hətta mənə yazanda dedilər ki, bir neçə mövzu seçin. Mən də bir neçə mövzu göndərdim. Səhv etmirəmsə sizin qrupda səsvermə üzərindən autizm və nitq mövzusu seçilib. Autizm son zamanların ən yayğın diaqnozlarından biridir. Hətta müasir zamanda biz görürük ki, hər 31 uşaqdan birində
Autizm diaqnozuna rastlayırıq və hətta son 20 ildə autizm diaqnozunun düz 4 dəfə artdığını görürük kiçik yaş qruplarında, eyni zamanda böyük yaş qruplarında. Burada bir sual yaranır. Bir diaqnoz əgər 4 dəfə artıbsa, bu çox ciddi bir göstəricidir. Sözün əsl mənasında bu çox ciddi bir göstəricidir. Ə, Bəs niyə görə autizm bu qədər çox artır? Yəni bu istər valideynləri, istər mütəxəssisləri hər kəsi maraqlandıran bir sualdır. Yəni ki, bu problem və ya bu diaqnoz bu niyə görə bu qədər artmağa davam edir? Əzizlərim, bunun 3 təməl faktoru var. Yəni 3 təməl faktor üzərindən biz bu sayın artdığını görürük. İlk təməl faktor diaqnostika üsullarının genişlənməyidir və daha əlçatan olmağıdır. Yəni əvvəllər autizm həm bu qədər bilinən bir diaqnoz deyildi. Eyni zamanda da diaqnostika üsulları daha kasad idi. Yəni daha zəif idi. Bir diaqnoz təyin etmək daha çətin idi və autizm anlayışı da çox fərqli idi. Autizmli şəxs keçmişdə bir 20 il bundan qabaq çox fərqli cür idi. Və bundan əlavə həqiqətən də autizm diaqnozunun ikinci bir faktoru isə həqiqətən də autizm diaqnozunun artmağıdır. Sözün əsl mənasında autizmlilərin sayı artır. Və üçüncü, ən can alıcı və heç vaxt istəməyəcəyimiz, eyni zamanda da Azərbaycanda da çox tətbiq olunan bir şey yanlış diaqnostika. Yəni bir şəxs autizm deyil, amma yanlış diaqnoz təyin olaraq o insan autizm adlandırılır. Baxın, autizmin sayının artmağının da bir digər faktoru yanlış təyin olunan diaqnozlardır. Yaxşı, biz bu qədər danışdıq autizmdən, yaranma belə desək də, sayının artmağından və sair, hansı ki, yaranma səbəbi hələ də məlum deyil. Bəs bu autizm özü nədir? Yəni bu autizm biz nəyə deyirik? Autizmin internetdə bir sıra tərifləri var, çox uzun-uzun tərifləri var, qısa və konkret. Ünsiyyət bacarıqlarının və davranışın inkişafına mane olan bir vəziyyətdir və ya bir neuroinkişaf pozuntusudur. Belə adlandırılır. Çünki hələ tam olaraq səbəbinin nə olduğunu, özünün nə olduğu hələ tam olaraq ortalıqda deyil. Amma tərif olaraq nədir? Ünsiyyətdə və davranış inkişafına təsir göstərən neuroinkişaf pozuntusu. Ən sadə dillə autizm budur. Və autizmli şəxslərdə ən belə desək də bilinən şey məhdud maraqlar dairəsidir, təkrarcı davranışlardır, sosial ünsiyyətdə çətinliklərdir. Bu 3 təməl faktor var. Əksəriyyət 99% autizmlərdə biz bu cür problemləri görürük. Amma bir şəxs, biz burada uşaq deməyək, böyük insanlar da hal-hazırda gedib bir psixiatra müraciət etsə, bəlkə əksəriyyətimizdə autizm görülə bilər. Amma biz o zaman ona görə də bir şəxsdən danışırıq. Bir şəxsdə məhdud maraq dairəsi varsa, yəni bu bir uşaq və ya əllərini yelləyir, nə bilim, fırlanan əşyalara baxır deyə biz ona autizm deyə bilmərik. Və ya bir uşaq danışmırsa, biz yəni ona autizm deyə bilmərik. Autizm demək bu qədər asan deyil. Autizm diaqnozu bu qədər asan təyin olunan bir diaqnoz deyil. Bunun üçün uzun bir müddət lazımdır. Bu sahə üzrə baya bir ixtisaslaşmaq lazımdır. Ya durduğu yerə bir uşağa siz autizm deyə bilməzsiniz. Hələ ki burada bizim məncə aramızda psixiatrlar yoxdur. Bizim heç birimizin hər hansısa bir uşağa autizm diaqnozu demək ixtiyarımız yoxdur. Autizm diaqnozunu yalnız və yalnız uşaq psixiatrlara təyin eləyə bilər. Və belə desək də 1946-cı ildə autizmin ilk təyin literatura ilk girdiyi Autizm adının təyin olduğu ildən bu yana Kanner tərəfindən autizmin belirtiləri, göstəriciləri, əlamətləri, aspektləri, quruluşu çox fərqli-fərqli adlandırılır. 2013-dən bu yana DSM-11 kodlaşdırmasının yenilənməsini, yəni xəstəliklərin beynəlxalq təsnifatı XBT-nin yenilənməsi ilə artıq biz autizm spektr pozuntusu adlandırırıq və Aspergerdir, Kannerdir, Rettdir, tipik və ya atipik autizmdir. Biz bu cür adlandırmırıq autizmi. Bütün bunlar konkret bir autizm çərçivəsi altında birləşdirilib, konkret bir ad altında yığılıb və artıq Kanner, Asperger kimi diaqnozlar təyin olunmur uşaqlara. Sadəcə autizm spektr pozuntusu təyin olunur və dərəcələri qoyulur. Və bu artıq mən hələ də görürəm ki, bəzi həkimlərdən vərəqələr gələndə oxuyanda görürəm ki, hələ də Asperger və ya Kanner diaqnozu deyirlər. Məsələn də, əzərim, artıq Asperger və Kanner adlandırmırıq. Autizm spektr pozuntusu.
Yəni Aspergerə biz əvvəllər deyirdik, zəkalı autizmlər belə, ağıllı autizmlər və ya hal-hazırda onlar yüksək funksional olaraq adlandırılır. Daha sonra qısa bir statistikadan danışmaq istəyirəm. Bir yaxud danışdığımız kimi, təxminən hal-hazırda dünya üzərində 61.800 milyon nəfərdə avtizm diaqnozu təyin olunur və oğlan uşaqlarında avtizmin görülmə miqdarı qızlara nisbətən 3-4 dəfə daha çoxdur və Azərbaycanda 5000 avtizmli şəxs olduğu bilinir. Aha, belə desək, indi keçək mövzumuzun əsas yerinə. Biz deyirik ki, avtizm və nitq. Bəs avtizmdə ən çox görülən nitq pozğunluqları, nitq qüsurları, nitq məhdudiyyətləri hansılardır? İlk növbədə alarya. Avtizmlə adının paralel çəkildiyi diaqnozlardan biridir alarya. Uşaqlarda nitqin ümumiyyətlə inkişaf etməməyi və korreksiya proqramının çox ağır olduğu bir diaqnozdur və avtizmlərdə biz 80% hallarda alarya diaqnozuna rast gəlirik. Uşaqların nitq ümumiyyətlə inkişaf etmir, nitq bacarıqları inkişaf etmir. Bəzən sensor alaryalarda nitqi anlama mövcud olur, amma özünü ifadə etmə mümkün olmur. Daha sonra exalarya. Exalarya bəzən, məsəl üçün, alarya təklikdə diaqnoz ola bilir. Amma exalarya heç vaxt təklikdə diaqnoz olmur. Nəyinsə fonunda olur hər zaman. Exalarya nədir? Nitqin təkrarlanmağı. Bu requlator ola bilər və funksional ola bilər. Requlator nədir? Yəni uşaq özünü requlə etmək üçün, özünü tənzimləmək üçün exalaryaya müraciət eləyir. Məsələn, siz ona sual verirsiniz. Bu nədir? Uşaq təkrarlayır. Bu nədir? Bu nədir? Bu nədir? Bir az sonra belə alma. Yəni bu deməkdir ki, uşaq özünü requlə etmək üçün, özünü tənzimləmək üçün təkrarlanmağa, yəni exalaryaya ehtiyac duyur. Daha sonra funksional. Funksional nədir? Uşaq sadəcə təkrar edir. O mövzunu, sualı heç bir şey anlamadan, qavramadan sadəcə təkrar edir. Daha sonra mutizm. Uşağın və ya şəxsin bilə istəyə nitqdən etiraz etməyi, imtina etməyi. Biz mutistik halları avtizmlərdə çox görürük, çünki avtizmlərin sensor profillərində çox ciddi problemlər olur və onların ayrı bir xəyal dünyası, öz düşünmə tərzləri olduğu üçün mutizm kimi diaqnozları da biz avtizmlərlə paralel şəkildə görə bilirik. Daha sonra proseduya pozğunluqları, yəni nitqin prosedurq tərəfinin pozulmalarını biz çox görürük. İfadə pozulmalarını biz avtizmlərdə çox görürük. Bir də neologizmlər diaqnozlarını biz çox görürük. Bu nədir? Yəni özlərindən yeni şeylər kəşf edirlər. Yeni sözlər, yeni cümlələr, yeni özlərini ifadə formaları. Biz avtizmlərdə bunu çox görürük. Və bundan əlavə də əvəzliklərin və sonluqların səhv istifadəsi, yəni aqrammatizm halları da avtizmlərdə çox görünür. Nitqi düzgün formalaşdırmamaq, monoton nitq, bu kimi halları da biz avtizmlərdə görürük. Bəs burada loqopedin əsas məqsədi nə olmalıdır? Bir uşaqla, bir avtizmli şəxslə işləyən zaman loqoped nə etməlidir? Nitqin inkişaf elətdirilməsi, sosial qarşılıqlı təsirin gücləndirilməsi, uşağın gündəlik həyatda ünsiyyət bacarıqlarını artırmaq. Baxın, əsas olaraq loqopedin 3 məqsədi olmalıdır. Nitqin inkişaf elətdirilməsi, bunu da hamımız bilirik. Sosial qarşılıqlı təsirin gücləndirilməsi, yəni uşağın sosial ünsiyyətini gücləndirmək və bundan əlavə gündəlik həyatda ünsiyyət bacarıqlarını artırmaq. Baxın, keçmiş loqopediya kitablarına baxsaq, uşaqlarda bir qədər deyim ki, robotik öyrətmə texnikaları var. Amma müasir loqopediya bizə deyir ki, siz həmin şəxsi günlük yaşama adaptə etməlisiniz. Bizim məqsədimiz nədir? Uşaq bizsiz getsin, mağazadan özünə bir dənə çörək ala bilsin. Düzdürmü? Yəni hər uşaq professor olacaq deyə bir şey yoxdur axı. Yəni əsas olan şey loqopediyada uşağı gündəlik həyata adaptə eləməyi bacarmaqdır. Öz gündəlik yaşamını davam elətdirməyi bacarmaqdır. Yəni bir uşaq özünü gündəlik olaraq ifadə etməyi bacarmalıdır və loqopediyanın əsas məqsədi bu olmalıdır. Bir loqopedin istər avtizmdə, istər digər diaqnozlarda əsas məqsədi uşağı günlük həyata adaptə edə bilməkdir. Ki avtizm kimi diaqnozlarda isə bu daha da önə çıxan bir məqsəddir, daha da önə çıxan bir prinsipdir. Dostlar, son bölməyə keçməmişdən öncə hər birinizdən xahiş eləyəcəm ki, bu seminardan
ekran görüntüləri alın, paylaşın və Instagramda məni etiketləyin. Loqoped altdan xətt xanım səhifəsini mütləq etiketləyin. Hər birinizin səhifəsini izləyəcəm, hər birinizdən geri dönüşlər gözləyirəm və seminarın sonunda hər birinizin geri dönüşlərini chat bölməsində yazmağınızı istəyəcəm. Görək bu seminardan nə kimi geri dönüşlərimiz olacaq. Gəlirik ən sonuncu bölməyə. Loqopedik yanaşma prinsipləri. Bir avtizmli şəxslə çalışan zaman bizim loqopedik yanaşma prinsiplərimiz nə olmalıdır? Erkən müdaxilə. Baxın, erkən müdaxilə istər avtizmdə, istər digər diaqnozlarda həyat qurtaran bir şeydir. Bir şəxsə biz nə qədər erkən müdaxilə edə bilsək, diaqnozun əvvəlində bir o qədər tez və qalıcı nəticə əldə eləyəcəyik və daha asan nəticə əldə eləyəcəyik. Mən bunu hər zaman demişəm, deyəcəm də. Ən loru dildə. Bir uşaq bizim yanımıza 3 yaşında, yaxşı lap aşağı düşür, 2 yaşına müraciət edir. 2 yaşındakı bir uşağın bilək ki, lüğət ehtiyatında 150-200 arası söz olmalıdır və qısa cümlələr deməyi bacarmalıdır. Ata gəl, pişik gəldi, pisi yeyib, yemək ver. Bu kimi sadə cümlələr qurmalıdır. Və bu uşaq sıfırdadır. Mən bu uşağı sıfırdan 200-ə daha tez çatdıraram. Düzdürmü? Yəni hər hansı birimiz bu uşağı sıfırdan 200 sözə daha tez çatdırarıq 2 yaşında. Amma bu uşaq gəlib 4 yaşına bizə müraciət etsə, artıq bu onun sürətli öyrənmə yaşının da azaldığı bir dönəmə gedir. Və 5 yaşdan sonra işləmək daha çətin olur uşaqlarda, bu sözsüz. Amma 4 yaşındakı bir uşaq 3500-4000-ə yaxın söz deməyə bacarmalıdır. Düşünün, o uşağı sıfırdan 3500-4000 sözə çatdırmağın uzunluğunu görürsünüzmü? Görün nə qədər fərq var arada. Təbii ki, biz o uşağı 200-ə daha tez çatdırarıq, nəinki 3500-4000 sözə. Daha sonra fərdi yanaşma. Mən bunu həmişə demişəm, deyəcəm də. Dostlar, Portage əla bir proqramdır, amma hər uşaqda keçmir. Daha sonra Floor Time çox gözəl bir proqramdır da, amma hər uşaqda keçmir. Daha sonra Montessori çox qəşəng bir proqramdır. Həqiqətən də bəlkə də müasir zamanı uşaqlar üçün ən ideal proqramlardan biridir. Amma hər uşaqda keçmir. Düzdürmü? Bir zamanlar PX Holding terapiyası ən məşhur terapiyalardan biri idi, amma hal-hazırda hər ikisi də qadağan olunmuş proqramlardan hesab olunur. Əksəriyyət ölkələr onu qadağa eləyib çalışmağı. Ona görə də hər bir şəxsə biz fərd olaraq yanaşmalıyıq və onun fərdi xüsusiyyətlərini nəzərə almalıyıq. Hamıya standart eyni proqramı çalışa bilmərik. Strukturlaşdırılmış məşğələlər. Yəni bir məşğələnin strukturu olmalıdır. Mən necə gəldi, nətər gəldi seans keçim, bu seansımı o biri seansım davam elətdirməsin, bu seansda İrandan danışım, o biri seansda Turandan danışım, bu olmur. Seansın davamlılığı olmalıdır, seansın axıcılığı olmalıdır, seans boyu sizin konkret məqsədləriniz olmalıdır. Seans məqsədləri, yəni günlük məqsədlər, həftəlik məqsədlər, aylıq məqsədlər olmalıdır. Daha sonra 3 aylıq, 6 aylıq, 9 aylıq məqsədlər olmalıdır və siz bu struktur əsasında çalışmalısınız və fəaliyyət göstərməlisiniz. Motivasiya əsaslı yanaşma. Dostlar, uşaqlar motivasiya ilə çalışan varlıqlardır. İstər uşaq, istər böyüklər, ən çox da uşaqlar. Motivasiya ilə çalışan varlıqlardır. Onları motivə etməkdən çəkinməməlisiniz. Afərin, əlasan, supersən, edək, davam elə, səndə alınacaq kimi sözlər hər zaman istifadə olunmalıdır. Və ancaq da bunun üstünə getməməlisiniz. Bax, bir məsəl var da, deyir, birinci saflığın varsa da suda, çox içiləndə dərd verir o da. Yəni, hər şey əlasın, afərinsən də deyib, seansın cıvığını çıxartmamalısınız da. Yəni, siz sərhədinizi qorumağı da bacarmalısınız uşaqdan. Mən müəlliməm anlayışını və mən bu otaqda rəhbərəm anlayışını uşaqda formalaşdırmalısınız ki, sən uşaqsan və biz dərsdəyik, biz bir yerdə nəsə etməliyik. Seansa gəlmisənsə, oynamadan, nəsə iş görmədən, nəsə öyrənmədən bu otaqdan çıxmaq mümkün deyil. Belə dostlar, keçək sizin suallarınıza. İndi qayıtdım bu səhifəyə. Dostlar, kimlərin sualları varsa, buyurub verə bilər. İstərsiniz, səsinizi açın, görüntünüzü açın, elə verin. Mənim çünki elə daha çox xoşuma gələr. Əgər yox istəmirsinizsə, chat bölməsindən də suallarınızı yaza bilərsiniz. Hər birinin sualını cavablandıracağam. Amma
Belə dostlar, hər birinizin sualını gözləyirəm. Ya mən çox idealən danışmışam, hamımız bu mövzunu əla başa düşmüşük, ya da heç kim başa düşməyib. Çox istərdim ki, amma birinci olsun. Sizin seans oyun yönümlüdür ya dərs yönümlü? Mənim seansım uşağın ehtiyacına yönümlüdür. Amma 90% hallarda oyun yönümlüdür. Yəni siz oyun yönümlü deyəndə biz 0-6 yaş aralığında bir uşaqla çalışırıqsa, zaten bu uşağın öyrənmək metodu oyundur. Bu uşağa biz oyundan başqa bir variant da öyrədə bilmərik. Mən ciddi müəlliməyəm, ciddi müəlliməm. Mən seansda ciddi ola bilirəm və ciddi də oluram. Amma əsasən biz onu oyun yönümlüyük və uşağın öyrənmə ehtiyacına yönümlüyük. Salam avtizmli uşaq ilk nəyi istəməliyik və nələr istəməliyik? Baxır avtizmin uşağın ehtiyacına. Yəni bir uşaq avtizmli bir uşaq üçün bəzən ehtiyac sadəcə qışqırmadan seansda oturmaq ola bilər. Qışqırmadan bir 30 dəqiqə seansda qala bilmək ola bilər. Və ya bir uşaq üçün ağlamadan seans keçmək ola bilər. Və ya bir uşaq üçün valideynsiz seansa girə bilmək ola bilər. Elə uşaq da var ki, onun üçün masa arxasında oturmaq ola bilər. Elə avtizmli şəxs var ki, onun üçün danışmaq ola bilər. Yəni biz hər avtizmi eyni tərəzidə ölçə bilmərik. Avtizmli sual hara getdi? Avtizmli uşaqlarda aktiv idman növləri olarmı, döyüş kimi? Düzgün korreksiya proqramı qurulubsa, bəli, istifadə oluna bilər. Yəni özünü dərk eləyə bilirsə uşaq, ola bilər. 10 yaşlı bir uşaq dodaq tikləri var, səbəbi nevroloji deyil, loqopedik masaj kömək edərmi? Əzizim, tik varsa, bu böyük ehtimal nevroloji deyilsə psixolojidir. Və sizə tövsiyəm bir psixoloq müayinəsindən keçməyiniz ola bilər. Və qeyd edim ki, hal-hazırda çalışdığım mərkəz, yəni Oykos İnkişaf Mərkəzində bütün müayinələrə Zəfər gününə özəl olaraq 50% endirim var. Yararlanmaq istəyənlər mənim Instagram və əlaqə nömrələrini yaza bilərlər. Oradan isə ətraflı məlumat göndərərik. Salam, oğlumun 2 yaşı var, 3-4 sözdən ibarət cümlə qurur, rəngləri, fiqurları bilir, bəzən təkərləri fırladır, öz ətrafında sevinir, fırlanır, baxdıqca dedilər asosialdır. Əslində qalsa sizin uşağınız əgər bunu bir oyun məqsədi ilə eləyirsə, bu stereotip deyil. Yox, əgər oyun məqsədi ilə etmirsə, bu artıq bir stereotipdir, amma çox xahiş edirəm mövzu daxilində suallar verək. Bu sadəcə bir istisna idi, valideynlə sualını cavablandırdım. Xahiş edirəm mövzu daxilində qalaq. Salam, axşamınız xeyir. Axşamınız xeyir xanım. Axşamınız xeyir. Üzr istəyin, nəsə sual oxuyurdunuz, müdaxilə elədim. Amma mən bir sual vermək istəyirəm. Buyurun. Deməli, mən düzdür, məktəb psixoloqu kimi fəaliyyət göstərirəm. Artıq 23-cü ilə keçib, amma inklüziv uşaqlarla artıq son 2 ildə rastlaşıram və son 2 ildə işləmək məcburiyyətində qalıram. Və onu da deyim ki, inklüziv təhsilim yoxdur, məlumatım yoxdur. Sadəcə ədəbiyyatlardan, təlimlərdən qoşularaqdan müəyyən işimə yetməyəcək səviyyədə müəyyən məlumatlarım var. Nəyi soruşmaq istəyirəm? Hal-hazırda mənim fəaliyyət göstərdiyim məktəbdə, deməli, 7-ci sinif şagirdidir, yüngül autik diaqnozla artıq 2-ci ildir bizim məktəbdə təhsil alır. Və ara-ara bu uşaqda dərs zamanı, düzdür, aşırı mükəmməliyyətçidir, aşırı məsuliyyət, yəni bu uşağın içində nöqsan ola bilməz. Azacıq məsuliyyətdən, azacıq deyək ki, yetinməzlik halı ilə rastlaşanda artıq aqressivlik baş verir bunda və elə bir aqressivlik mən hələ elə, yəni uşaqlarda çox nadir hallarda o aqressiv səviyyəni görürəm. Təmiz sinifin abu-havası dəyişir, köməkçi müəllim də yoxdur sinifdə, onu da deyim. Sinifin vəziyyəti dəyişir, dərs pozulur, əməlli başlı bir xaotik vəziyyət və mənim özüm təhsilim olmadığına, məlumatım olmadığına görə, necə deyim, primitiv üsullarla vəziyyəti ələ almağa çalışıram. Və bu halda mən sizdən, düzdür, biraz davranışa söykənir mənim sualım və sizdən sadəcə məlumat almaq istəyirəm. Aqressiv davranış zamanı autik uşaqlarla necə rəftar eləmək olar? İlk növbədə aqressiya ilə qarşılıq verə bilmərik. Baxın, bu istər autik, istər digər uşaqlar üçün keçərlidir. Aqressiya ilə qarşılıq versəz, siz onu daha da böyütmüş ola bilərsiniz. İlk növbədə onun qarşısında, belə desək, bir mərmər kimi dayanmağı bacarmalısınız. Yəni siz ona belə deyək də, nə sərt reaksiya verməli deyilsiniz, nə də xoş üz göstərməli deyilsiniz. Davranışının düz olmadığını ona bildirməlisiniz.
Amma nəzərə alsaq ki, biz bir IQ-dən söhbət edirik, onun aqressiv davranışının səbəbi sensor dolub daşma olur. Yəni belə deyək də, bizim düşünün də çox stress altında qaldıqda sonda elədiyimiz hərəkət necə olur? Ya kiməsə qışqırmaq olur, ya çəkilib bir qıraqda oturmaq olur, hələ də fərqli olur. Eyni zamanda və bu da onun üçün keçərlidir. O bir dolub daşma yaşayır. Və bir yerə qədər belə səbrini sıxır və orada partlayış yaşayır. Sadəcə siz ora təyin etməyə bacarmalısınız ki, bu uşaq nə zaman bu dolub daşmanı, bu aqressiyanı yaşayır. Çalışmalısınız ki, o situasiyadan onu uzaqlaşdırasınız ilk növbədə. Daha sonra qalanda ki, artıq bu vəziyyət yaranıb. Artıq burada siz ona aqressiv reaksiya verə bilməzsiniz və ya belə desək də xoş üz də göstərməli deyilsiniz. Monoton bir səviyyədə qalırsınız və ona deyirsiniz ki, mən səni qışqırandan və aqressivləşəndən başa düşmürəm. Və sən hal-hazırda dərsi pozursan. Biraz sakitləşək, gəl çöldə danışaq. Sadəcə siz ondan bu cür ünsiyyət quraraq biraz onu sakitləşdirə bilərsiniz. Salam xanım, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Öncədən təşəkkür edirəm təlim üçün, çox gözəl izahınız üçün. Mən Sağ olun. müəlliməyəm, sinifimdə 5 yaşlı şagirdlərdən biri. Bax, o dediyiniz əlamətlər var onda. Görürsən ki, o bir uşaqlarla heç cür də uyğunlaşa bilmir, çox geri qalır. Baxsan ki, sinifdə öz-özünə gülür, elə deyə dərsi pozmağa çalışır, nə qədər təmkinə, səbrə necə yaraşırsa ona çox az təsir göstərə bilirəm də. Rəngləri tanımır. 5 yaşlı da düzdür, əslində 5 yaşlı da öyrənməlidir də hər rəngləri. Amma bu uşaqda çox çətindir də. Yəni evdə valideyn də biraz məşğul olmur, valideyn də laqeyddir. Bax, bir dənə hərfi yazır, təsadüf hallarda bir dənə baxırsan ki, hərf yazdı qüsursuz, təsadüf hallarda olur. Yəni nə qədər ona diqqət, qayğı göstərirəmsə, aldıra bilmirəm. Uşaq boşdur da, elə bir boş adam var, bax o cürə. Yəni çox hissəsində o cür olur. Yəni təkrar göstərirəm bax karandaşlarla rəngli, təkrarla deyirəm bu qırmızı, qırmızıya yaşıl deyir, yaşıla qırmızı deyir. Bilmirəm, indi yaddaş pozğunluğu da var. Belə yadında qalmır heç nə. Baxın, siz sadaladığınız şeylər neuroloji pozuntulardan da ola bilər. Yəni neuroloji olaraq beyin inkişafı ilə bağlı da ola bilər. Eyni zamanda bu artıq əzim, həqiqətən deyirəm, sizin aşa biləcəyiniz bir şey deyil. Zaten o uşağın korreksiya görmədən məktəbə gəlməyi ilk növbədə başla başına səhvdir. Çünki o yaşıdlarından çox geri qalır və bu da onun özgüvəninə və sosial bacarıqlarının azalmağına təsir göstərir. Bu əstəğfurullah deyil, mən o uşaqları onlardan əksik görürəm, yox. Mən 5 ildir bu sahədəyəmsə, mən o uşaqlar üçün bu sahədəyəm. Amma bu böyük bir yanlışdır ki, o uşaq korreksiya görməmiş məktəbə gəlib və o standart məktəb rejimində çalışmamalıdır, məktəb rejiminə gəlməməlidir, inkluziv məktəbə getməlidir və o uşaqlar üçün xüsusi tədris proqramları olur, daha yüngülləşdirilmiş tədris proqramları. Çox yuxuluyur. Sinifdə görsən yuxuluyur, gəlir, elə anasına soruşuram, uşaq hər gün əlaqə saxlayıram ki, bu yatmır, gec yatmır, yox, yatır deyir, çox yatır. Məsələn, belə, bugün saçını yolub belə də öz saçını dartır, yaza bilmədiyi üçün deyirəm, yox, eləməyək, sən plastilinlə vermişəm ki, sən bu hərfi düzəl, sən lap qəşəng düzəldirsən belə, yəni saçını yolmasının qarşısını udur almışam ki, sakitləş. Görüm saçını dartır. Çox qəşəng texnika yoxlamısınız. Hə, çıxartdım çölə ki, sən havanı dəyişkə, ondan sonra qəşəng onlardan da, o bir uşaqlardan da qəşəng gelir. Onlardan özü görür ki, geri qaldığını əsəbləşir, saçını yoldu, belə bir şey. Mən tez o saçını yolmağa dayansın deyə dedim, sən çıx koridorda tez hava al, gəl, plastilinlə işlə. Biraz plastilinlə işlədi, sakitləşdi, amma tez-tez o formalar alır da. Uşaq normal hərəkət edir. Başa düşürəm sizi. Yəni bu əslində qalsa başlı-başına yanlışdır ki, o uşaq kölgə müəllimsiz və düzgün korreksiya görməmiş məktəbə buraxılıb. Artıq sizin bu anda zaten əlinizdən gələnin ən yaxşısını eləmisiniz onun üçün, vəziyyəti idarə eləmisiniz. Amma yenə deyirəm, burada artıq sizin eləyə biləcəyiniz çox da bir şey yoxdur o uşaq üçün əzizim. Siz öz müəllimlik vəzifənizi yerinə yetirərək onun üçün yetəri qədər şərait yaratmağa çalışırsınız, amma uşaq korreksiya görməlidir. Uşaq psixoloq, loqoped, ergoterapevt dəstəyi görməlidir. Valideyni demişəm ki, uşağı həkimə apar, yaddaşı zəifdir. Nə qədər mən buna rəhbərlik edəcəm qalmır da, apar, vaxtında uşağın qarşısını al, yaddaşına görə biraz müalicə elətdir, nevropatoloq apar demişəm, amma hələ aparmır. İndi söz verib aparasıdır. Bugün o saçının yolduğunu demədim ki, biraz valideyndə pis olar, amma Məncə deyil. saxladım.
Hələ ki Mən də dedim, bir dedim ki, hələ bir neçə gün evdədir, sabah dərsləri yoxdur, şənbə, bazar biraz geridir, çalış uşağa diqqətlə yanaş, məşğul ol. Düşünürəm ki, bir neçə gün gözləyim, sonra deyim, görüm nə alınır. Öncə deyim, Valideyn biraz biraz diqqət tutun göstərsin, gör. silkəliyim. Bəzən elə valideynlər var ki, baxın mən illərdir bu uşaqların valideynlərinə çalışıram. Elə valideyn var ki, həqiqətən də çox həyəcan təşvişdədir, uşağı üçün narahatdır. Və sən ona söz deyəndə uşağı ilə bağlı problemləri ehtiyat eləyərək deyirsən. Amma elə də valideyn var ki, heç nəyin fərqində deyil. Yəni ona o qədər ciddi bir şəkildə deməlisən ki, o problemi bəlkə sirkələnib uşaq üçün nəsə eləyər. Mən Yəni baxıram, valideyn də o formadadır, biraz anasında ruh düşkünlüyü, onu da hiss eləyirəm. hı. Ya, amma artıq uşaq üçün dəstək almalıdır. Yəni bu məktəb müəlliminin, çünki bilirəm ki, sizin öhdənizdə bir dənə uşaq yoxdur. Gəlin etiraf edək ki, nağdı sizin sinifinizdə 22-23 nəfər var ən azından. Bəli, bəli, bir dənə o uşaq. Tək o uşaq deyil. İndi siz belə çıxmasın, ona diqqət ayırsanız 2 gündən sonra başqa bir uşağın valideyni yığacaq ki, ay müəllimə, nə bir də Ay, uşaqdan ötürü mənim uşağıma niyə dərs keçmirsən? düzdür, Mən düzdür. bilmirəm Mən bu bu nə hərfləri deyəcək. keçirəm, mən irəli gedirəm, bu onlara çatdıra bilmir axı. Mən bir dənə uşağa Hə, görə geri qala Bu bilmərəm artıq axı. sizin vəzifəniz deyil. Baxın, Renat Kərimovun təliminə gedəndə burada laqeyd olanlar yəqin ki, Renat Kərimovu tanıyır əksəriyyəti. O deyirdi ki, siz hər uşağa kömək edə bilməzsiniz, siz mələk deyilsiniz. Və sənin sahən olan işdə sən uşağa kömək eləməlisən. Sən professionalsansa öz sahəndə çalışmalısan. Buna görə də sən bu artıq sizin belə desək də borcunuz deyil və sizin öhdəliyinizdə bir çox uşaq var. Tək o uşaq deyil. Yəni bu Çox sağ uşaq olun, artıq təşəkkür buyurun, edirəm. xoşdur. Buyurun. Ən sonuncu sualı oxuyum. Pedaqoji baxımsız uşaqlar da olur. Elə göstəricə, bəli, pedaqoji baxımsız uşaqlarda da olur. Müəllimlər avtizm uşaqları digərlərindən fərqləndirmədən necə dəstək ola bilərlər? Fərqləndirmədən necə dəstək ola bilərlər? Fərqləndirmək var, müsbət fərqləndirmək, bir də var mənfi fərqləndirmək. Biz istəsək də, istəməsək də uşaqlar digərlərindən fərqlənirlər. Amma məktəblərdə bunun üçün düzgün qurulmuş siniflərdə kölgə müəllimlər olur və kölgə müəllimlər o uşaqlara dəstək olurlar. Yəni bir müəllim zaten vicdanlı və ləyaqətli bir müəllimdirsə, zaten heç bir uşaq arasında fərq qoymur. Bayaq danışdığı xanım kimi də, məsələn, Hə, əlindən onlara gələni belə fərq qoya bilərik ki, üzr istəyirəm, sözünüzü kəsirəm. Belə fərq qoya bilər ki, onlara uyğun tapşırıqlar verməklə. Bəli, Yəni sadəcə onlarsa fərq bu artıq ola belə bilər. yox, uşağı başqa cür yox. Mən şəxsən həmin şagirdə başqa zəif tapşırıqlar verirəm. Baxıram ki, bu onlara çatır. Ondan ayrı məşğul oluram, bundan ayrı düzdür, əziyyət çəkirik. Bizə əziyyət olur. Amma valideyn də kömək edə uşağın həkim aparsa, dəstək olsa, düzəlsə bizim üçün Təbii yaxşı. ki də. Əziyyət Təbii ki çəkmir. də. Bir xanım burada sual verib. Bir tərif var, burada çox sağ olun. Yetər qədər anlaşılıqlı izah etdiniz. Çox sağ olun əzizim. Burada bir sual var. Bu mənim ən çox diqqətimi çəkdiyim sualdır. Onu cavablandıram və dostlar, bu günlük sizlə sağollaşıram. Başqa suallarınız da varsa, mənim Instagramıma yaza bilərsiniz. Heç problem yoxdur. Hər birinizin suallarını cavablandıracağam. Sadəcə çox acam, işdən gəlmişəm, yemək istəyirəm və artıq enerjim tükənir. Çox sağ olun, təşəkkür Buyurun. edirik. Buyurun, xoşlar. Salam, sizcə hər loqopediyanı bitirən tələbə artıq danışa bilmirəm. Bir tələbə artıq müstəqil seans apara bilərmi? Yəni sizcə ali məktəbdə verilən təhsil bunun üçün yetərlidirmi? Xeyr, yetərli deyil dostlar. 5 illik təcrübə əsaslanaraq deyirəm ki, ali məktəbdə verilən tədris yetərli deyil. Ali məktəb bizə nəzəriyyə verir, həqiqətən. Nə sadəcə nəzəriyyə verir? Praktikanı siz özünüz öyrənməlisiniz. Və mən çox ali məktəb məzunları da gəlir, magistr məzunları da gəlir praktikaya. Görürəm ki, yox, alınmır. Seans keçmək çox çətindir. Kitabda yazılan şeylə bunu tətbiq etmək heç də uyğunlaşmır. Yəni kitabla reallıq uyğunlaşmır bəzən. Baxın, mən bunu açıqca deyirəm və bundan da utanmıram. Mən praktikamın 3-cü ilinə, 2-ci ilini bitirib 3-cü ilinə keçəndə hər hansısa bir uşaqla sıfırdan işləməyə başlamışam. Həmişə ilk 2 ildə müəyyən qədər işlənmiş uşaqlarla çalışmışam. Amma 2 ildən sonra sıfırdan hər hansısa bir uşaqla çalışmağa başlamışam. Çünki bir uşağı sıfırdan maksimala qaldırmaq çox çətin olan bir şeydir. O hər dəqiqə alınan bir şey deyil və bu sizə təcrübə lazımdır. Praktiki təcrübə lazımdır. Mütləq şəkildə. Ali məktəbdə, belə desək də, bitirdiyiniz ali məktəbdə verilən tədrislə siz seans keçə bilməzsiniz. Çünki xüsusi uşaqlarla çalışmaq böyük bir təcrübə tələb eləyir. Və ilk 6 ay siz ancaq başqa bir mütəxəssisin nəzarəti altında seans keçə bilərsiniz. Siz haranı bitirmisiniz? İlk başda demişdim, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məktəbqədər təhsil ixtisaslı məzunuyam. Xahiş edirəm, belə dostlar, bəs 1 saat olacaqdı. 1 saat oldu da mən biləm.
Bəli, praktika önəmlidir, bir də vəziyyətə uyğun yaradıcılıq. Bəli, loqoped, xüsusi pedaqoq, psixoloq yaradıcı olmalıdır. Mən bunu hər zaman deyirəm. Bir oyuncaqdan 100 oyun çıxartmağı bacarmalısınız. Bir kağızdan yüzlərlə oyun çıxartmağı bacarmalısınız. Əla, çox da emosional çıxış etdiniz. Çox sağ olun əzizlərim, təşəkkür edirəm. Mən sevmirəm belə boş-boş danışım, quru-quru danışım sevmirəm onu. Emosional olanda mən özüm də təlimlərə gedirəm də. Bir spiker emosional danışanda insanı yuxuda tutmur, maraqlı da olur. Amma biz düppədüz monoton danışanda istər-istəməz yuxu da gəlir, monoton da olur, adamın diqqətini də çəkmir. Dostlar, fikirlərinizi yazmağı unutmayın və Instagramda buradan aldığınız ekran görüntülərini paylaşaraq məni etiketləməyi də unutmayın. Hər birinizin etiketlə baxacağam, hər birinizin paylaşımına baxacağam. Çox təşəkkür edirəm izlədiyiniz üçün. Kimlərin də sualı varsa burada cavablandıra bilmədimsə və ya mövzu kənarındadırsa suallarınız DM bölməsinə yaza bilərsiniz. Hər birinizin sualını cavablandıracağam və mən vaxtaşırı olaraq canlı yayımlar açıram TikTokdan da, Instagramdan da. Oradan da səhifəmi takib edərək təbii ki, canlı yayımlara gəlib suallarınızı da verə bilərsiniz. Sağ olun, görüşənə qədər.